Salam əziz izləyicilər. Bugünkü mövzumuz deviant davranış haqqındadır. Deviant davranış sosial normalardan, hüquqi qaydalardan və qəbul edilmiş əxlaqi prinsiplərdən kənara çıxan davranış formalarını ifadə edən mürəkkəb sosial-psixoloji fenomendir. Deviasiya termini latın mənşəli olub, yayınma, kənara çıxma mənasını verir və bu anlayışın özündə nisbi xarakter daşıdığını da xüsusən vurğulamaq lazımdır. Çünki hər bir cəmiyyətin norma sistemi tarixi dövrdən, mədəni kontekstdən, dini dəyərlərdən və sosial quruluşdan asılı olaraq dəyişir. Bir dövrdə və ya bir mədəniyyətdə qəbul edilməyən davranış başqa bir mühitdə normal və ya müsbət qiymətləndirilə bilər. Bu baxımdan deviant davranış yalnız fərdin xüsusiyyəti ilə deyil, həm də sosial sistemin bir məhsuludur və onu başa düşmək üçün həm psixoloji, həm sosioloji, həm də pedaqoji yanaşmaların inteqrasiyası olduqca önəmlidir. İnsan davranışı sosial normalarla tənzimlənir. Sosial norma cəmiyyət tərəfindən qəbul edilmiş və əksər üzvlər üçün məqbul hesab olunan davranış modelidir. Normalar sosial nizamı qoruyur, qarşılıqlı münasibətləri sabitləşdirir və proqnozlaşdırıla bilən davranış mühiti yaradır. Fərd sosiallaşma prosesində ailədə, məktəbdə, həmyaşıt qruplarında və digər sosial institutlarda bu normaları mənimsəyir. Lakin sosiallaşma prosesi müxtəlif səbəblərdən pozulduqda və ya natamam olduqda normadan yayınmalar baş verə bilər. Bu yayınmalar özü də təsadüfi, stereotip və davamlı xarakter daşıyır. Deviant davranışın yaranmasını izah edən nəzəri yanaşmalar müxtəlifdir. Bioloji yanaşmalar deviasiyanın əsasını irsi meyillər, sinir sisteminin xüsusiyyəti və temperament faktorları ilə əlaqələndirir. Bu yanaşmaya görə bəzi fərdlər impulsivliyə, riskli davranışa və aqressiv reaksiyalara daha çox meyilli olurlar. Lakin müasir elmi baxış yalnız bioloji determinizmlə kifayətlənmir və sosial mühit faktorlarının həlledici rol olduğunu vurğulayır. Yoldaşlar, psixoloji yanaşma deviant davranışı fərdin daxili konfliktləri, travmatik təcrübələri, emosional çatışmazlıqları və qeyri-adekvat özünü qiymətləndirməsi ilə izah edir. Məsələn, aşağı özünü qiymətləndirməyə malik olan yeniyetmə özünü təsdiq etmək məqsədi ilə aqressiv və ya riskli davranışlara əl ata bilərlər. Emosional laqeydlik şəraitində böyüyən uşaq diqqət cəlb etmək məqsədi ilə normadan kənar hərəkətlər nümayiş etdirə bilərlər. Sosial öyrənmə nəzəriyyəsinə görə deviant davranış modelləri müşahidə və təqlid yolu ilə mənimsənilir. Əgər uşaq ailədə zorakılıq, alkoqol istifadəsi və ya digər fəaliyyətlərlə qarşılaşarsa, bu davranışları normal kimi qəbul edir, həmyaşıt qrupu da mühüm rol oynayır. Yeniyetməlik dövründə referent qrupun təsiri valideyn təsirini üstələyə bilər və bu qrup daxilində qəbul olunmaq ehtiyacı riskli davranışlara təkan verə bilir. Sosial nəzarətin zəifləməsi, ailə-daxili münasibətlərin pozulması, valideyn nəzarətinin qeyri-ardıcıl olması deviasiya riskini artıran əsas amillərdəndir. Sonra növbəti yanaşma struktur-sosial yanaşmadır. Cəmiyyətdə sosial bərabərsizliyin, iqtisadi çətinliklərin və dəyərlər sistemindəki ziddiyyətlərin deviant davranışa səbəb olduğunu göstərir. Sosial gözləntilərlə real imkanlar arasında uyğunsuzluq yarandıqda fərd frustrasiya yaşayır və alternativ, bəzən də qanunsuz yollar seçə bilir. Deviant davranışın formaları müxtəlifdir. Onların hamısı eyni dərəcədə təhlükəli hesab olunmur. Hər bir normadan yayınma patoloji xarakter daşımır. Əsas məsələ davranışın cəmiyyət və fərd üçün nəticəsinin nə olmasından asılıdır. Deviant davranışın formaları və risk faktorları haqqında bir qədər danışaq.
Biraz öncə qeyd etdik ki, deviant davranışın formaları müxtəlifdir və onların hamısı eyni dərəcədə təhlükəli olmur. Bəzi deviasiyalar cəmiyyət üçün açıq təhlükə yaradır və hüquqi məsuliyyət doğurur. Cinayətkarlıq, zorakılıq, vandalizm və s. kimi davranışlar bu qəbildəndir. Bu cür davranışlar həm fərdin özünə, həm də ətraf mühitə ciddi zərər vurur. Digər tərəfdən asılılıq yaradan davranışlar, alkoqolizm, narkomaniya, qumar və ya internet asılılığı fərdin psixoloji və fiziki sağlamlığını zədələyir. Sosial münasibətlərini zəiflədir və tədricən sosial dezadaptasiyaya gətirib çıxarır. Addiktiv davranış çox vaxt reallıqdan qaçış, emosional boşluğun doldurulması və daxili gərginliyin azaldılması vasitəsi kimi formalaşır. Aqressiv davranış deviant formaların geniş yayılmış növlərindən biridir. Aqressiya açıq formada fiziki, zorakılıq, təhqir, təhdid formasında olur və gizli yaxud passiv aqressiya, kin saxlama, sabotaj kimi təzahür edə bilər. Aqressiyanın kökündə çox vaxt emosional tənzimləmə çətinlikləri, özünü ifadə bacarıqlarının zəifliyi və frustrasiya dayanır. Autoaqressiv davranış isə fərdin özünə yönəlmiş destruktiv hərəkətlərini əhatə edir. Özünə zərər yetirmə və ya intihar cəhdləri ciddi psixoloji böhranın göstəricisidir və dərhal peşəkar müdaxilə tələb edir. Belə hallarda ümidsizlik hissi, sosial təcrid, mənasızlıq düşüncələri və emosional tükənmə əsas risk faktorlarındandır. Yeniyetməlik dövrü deviant davranış baxımından xüsusən həssas bir mərhələ olaraq qəbul olunur. Dəyərli izləyicilər, risk faktorları ailədaxili zorakılıq və uyuşmazlıq, valideyn nəzarətinin qeyri-ardıcıl olması, aşağı sosial-iqtisadi status, emosional laqeydlik mühitində böyümə, yanlış həmyaşıt qrupunun təsiri, etiketlənmə, yəni problemli uşaq damğasının olması. Qoruyucu faktorları isə güclü ailə dəstəyi və açıq ünsiyyət, müsbət rol modelləri, keyfiyyətli təhsilə çıxış imkanı, sosial kapital və icma dəstəyi, yüksək emosional intellekt, psixoloji köməyə vaxtında müraciət etmək. Bir qədər də yeniyetməlik dövründə yaranan deviant davranış və onun profilaktikası haqqında danışaq. Əziz izləyicilər, dediyimiz kimi yeniyetməlik dövrü deviant davranış baxımından xüsusən həssas bir mərhələ hesab olunur. Bu dövrdə şəxsiyyət formalaşır, müstəqillik meyli güclənir, emosional damğalanmalar artır və identiklik axtarışı baş verir. Sosial rolların dəyişməsi, valideynlərlə konfliktlər və həmyaşıt təsiri normadan yayınma ehtimalını yüksəldə bilər. Lakin bütün yeniyetmə davranışlarını deviant davranış kimi qiymətləndirmək düzgün deyil. Bəzi normativ üsyankar davranışlar şəxsiyyətin inkişaf mərhələsinin təbii bir hissəsidir. Davranışın davamlılığı, intensivliyi və sosial nəticələri onun həqiqi deviasiya olub-olmadığını müəyyənləşdirməyə bizə kömək edir. Deviant davranışın formalaşması adətən mərhələli prosesdir. Əvvəlcə kiçik normadan kənar hərəkətlər və yaxud stereotip reaksiyalar müşahidə olunur. Əgər vaxtında müdaxilə edilməzsə, bu davranışlar təkrarlanır, möhkəmlənir və şəxsiyyət strukturunun sabit xüsusiyyətinə çevrilə bilər. Sosial mühit tərəfindən etiketlənmə də mühüm rol oynayır. Fərd davamlı olaraq problemli, çətin və ya təhlükəli uşaq kimi qiymətləndirildikdə bu etiket özünü reallaşdıran proqnoza çevrilə bilər və şəxs həmin rolu qəbul edə bilər. Profilaktika və korreksiyası deviant davranışla mübarizədə bizim əsas istiqamətimiz profilaktika və korreksiyadır. İlkin profilaktika risk faktorlarının erkən müəyyənləşdirilməsi və sağlam sosial mühitin yaradılmasını nəzərdə tutur. Ailədə emosional dəstək, açıq ünsiyyət və ardıcıl nəzarət mühüm qoruyucu faktorlardır. Məktəbdə psixoloji xidmətin təşkili, sosial bacarıqların inkişafı və konfliktlərin konstruktiv həlli bacarıqlarının öyrədilməsi deviasiya riskini azaldır.
İkincili profilaktika isə artıq yaranmış ilkin simptomların aradan qaldırılmasına yönəlir və fərdi psixoloji məsləhət, korreksiya proqramları və ailə terapiyası kimi metodlardan istifadə olunur. Üçüncülü profilaktika isə sabitlənmiş deviant davranışın və yaxud da ki, daha çox ağırlaşmasının qarşısını almağa xidmət edir və sosial reinteqrasiyaya xidmət edir. Nəticə etibarilə deviant davranış təkcə fərdi problem deyil, sosial sistemin və tərbiyə mühitinin göstəricisidir. Onun səbəbləri çoxamillidir. Burada bioloji, psixoloji və sosial faktorların qarşılıqlı təsiri nəticəsində formalaşdığını biz aydınlaşdırdıq. Effektiv yanaşma kompleks olmalıdır. Yalnız cəzalandırma ilə deyil, həm də reabilitasiya, dəstək və sosial adaptasiyanı əhatə etməlidir. Sağlam sosial mühit, güclü ailə münasibətləri və psixoloji maarifləndirmə deviant davranışın qarşısının alınmasında əsas rol oynayır. Deviant davranışın daha dərindən təhlili göstərir ki, bu fenomeni yalnız normadan yayınma kimi deyil, həm də sosial münasibətlər sistemində yaranan disbalansın göstəricisi kimi qiymətləndirmək lazımdır. Müasir elmi tədqiqatlarda və ədəbiyyatlarda deviant davranış sosial nəzarət mexanizmlərinin zəifləməsi, dəyərlər sistemində parçalanma və fərdin identiklik böhranı ilə sıx əlaqəlidir. Xüsusilə sürətli urbanizasiya, rəqəmsallaşma və informasiya mühitinin dəyişməsi fərdlərin sosial davranış modellərinə birbaşa təsir göstərir. Ənənəvi sosial institutların, ailə, məktəb, icma bu kimi təsir imkanlarının azalması fonunda fərd daha çox virtual mühitin və qeyri-formal qrupların təsiri altına düşür. Bu da normativ davranışın formalaşmasına yeni risklər yaradır. Müasir psixoloji tədqiqatlar göstərir ki, deviant davranışın yaranmasında emosional tənzimləmə bacarıqları mühüm rol oynayır. Emosiyalarını adekvat şəkildə ifadə edə və idarə edə bilməyən fərdlər gərginliyi, frustrasiyanı aqressiya, riskli davranış və ya asıllıq vasitəsilə kompensasiya etməyə çalışırlar. Bu baxımdan emosional intellektin aşağı səviyyəsi deviasiya üçün risk faktoru hesab olunur. Uşaqlıq dövründə valideynlərlə təhlükəsiz bağlanmanın formalaşmaması, emosional laqeydlik və yaxud həddindən artıq sərt nəzarət gələcəkdə davranış pozuntularına zəmin yarada bilər. Bağlanma nəzəriyyəsi çərçivəsində aparılan araşdırmalar göstərir ki, qeyri-sabit bağlanma tipinə malik yeniyetmələr aqressiv və ya adaptiv davranışa daha çox meyilli olurlar. Kognitiv yanaşmalar dedikdə isə deviant davranışın formalaşmasında düşüncə tərzinin və inanclar sisteminin rolunu vurğulayır. Fərd ətraf aləmi və sosial hadisələri təhrif olunmuş şəkildə qavradıqda, o öz davranışını da həmin yanlış interpretasiyalar əsasında qurur. Məsələn, hamı mənə qarşıdır, mən uğursuzam kimi ümumiləşdirilmiş düşüncə sxemləri normadan yayınmanı əsaslandıran daxili mexanizmə çevirə bilir. Kognitiv dissonans hallarında fərd öz davranışı ilə dəyərləri arasındakı ziddiyyəti azaltmaq üçün ya davranışını dəyişir, ya da dəyərlərini yenidən interpretasiya edir. Deviasiya hallarında daha çox ikinci variant üstünlük təşkil edir. Gender aspektində deviant davranışın təhlilinə baxsaq, statistik məlumatlar göstərir ki, açıq aqressiya və cinayət xarakterli deviasiyalar daha çox oğlanlarda müşahidə olunur. Qızlarda isə autoaqressiv və emosional xarakterli pozuntular üstünlük təşkil edir. Lakin bu fərqlər bioloji faktorlarla yanaşı sosial gözləntilər və gender rolları ilə bağlıdır. Deviant davranışın diaqnostikası kompleks yanaşmanı tələb edir. Psixoloji testlər, müşahidə, müsahibə və sosial mühitin təhlili birlikdə tətbiq olunmalıdır. Təkcə davranışın faktı deyil, onun motivasiyası, davam etmə müddəti və sosial nəticələri qiymətləndirilməlidir. Bəzən normadan kənar görünən davranış yaradıcı potensialın və qeyri-standart düşüncənin təzahürü ola bilər.
Reabilitasiya prosesində fərdi yanaşma prinsipi əsas götürülməlidir. Psixokonsultasiya, koqnitiv davranış terapiyası, ailə terapiyası və qrup işi effektiv metodlar kimi tətbiq olunur. Sosial bacarıqların inkişafı, problem həll etmə strategiyasının öyrədilməsi və özünə nəzarət mexanizmlərinin gücləndirilməsi davranış korreksiyasında mühüm rol oynayır. Eyni zamanda sosial mühit dəyişdirilmədən uzunmüddətli nəticə əldə etmək çətindir. Maarifləndirmə və profilaktik proqramlar sistemli şəkildə həyata keçirilməlidir. Erkən müdaxilə prinsipi xüsusilə vacibdir, çünki davranış pozuntuları ilkin mərhələdə daha asan korreksiya olunur. Müasir yanaşmalar öncədən də qeyd etdiyimiz kimi cəza tədbirlərindən çox bərpa edici və dəstəkləyici mexanizmlərin tətbiqini tövsiyə edir. Sosial reinteqrasiya, peşə yönümü və sosial fəaliyyətə cəlb etmək kimi deviant davranışın qarşısının alınmasında effektiv strategiyalar hesab olunur. İndi isə gəlin test tapşırıqları ilə davam edək. Test 1. Deviant davranış anlayışının əsas xüsusiyyəti nədir? A variantı fərdin yalnız bioloji xüsusiyyətlərindən asılı olması. Xeyr, biz dedik ki, burada sosial, psixoloji faktorlar da var. B variantı sosial normalardan, hüquqi qaydalardan və əxlaqi prinsiplərdən kənara çıxması. Bəli, düzgün cavab variantımız budur. C variantı hər hansı normativ davranışın təşviqi. Xeyr. D variantı yeniyetmələrin normal üsyankar davranışları. Xeyr. Normal üsyankar davranışları biz dedik ki, deviant davranışdan fərqləndirməliyik. Daha dəqiq izah eləsək, sosial normalardan, hüquqi qaydalardan və əxlaqi prinsiplərdən kənara çıxmasına biz deviant davranış anlayışının əsas xüsusiyyəti olaraq bildik. Çünki burada deviant davranışın əsas mahiyyəti cəmiyyət tərəfindən qəbul olunmuş normaların pozulmasıdır. Bu həm hüquqi, həm əxlaqi, yəni qanuni və etik qaydalardan kənara çıxmanı özündə ehtiva edir. Test 2. Deviasiya termini hansı mənanı verir? A variantı uyğunlaşma, B variantı qəbul edilmə, C variantı kənara çıxma, yayınma, D variantı isə sosiallaşma. Düzgün cavabımız C variantıdır. Deviasiya termini kənara çıxma, yayınma mənasını verir. Latın dilindən götürülmüşdür və normadan yayınma, normadan kənara çıxma anlamında istifadə edirik. Test 3. Deviant davranışın yaranması yalnız fərdin daxili psixoloji xüsusiyyətlərindən asılıdır. Doğrudur, yoxsa yanlış? A variantı doğru, B variantı isə yanlış. Əlbəttə ki, bu yanlışdır. Çünki deviant davranış təkcə daxili psixoloji amillərlə deyil, həm də burada sosial mühit, ailə, iqtisadi vəziyyət və mədəni faktorlar da birbaşa iştirak edir. Sonra test 4. Düzgün cavablarımızı işarə eləyək, digər variantlarla qarışmasın. Test 4. Sosial norma nəyi ifadə edir? Hər kəs üçün fərqli davranış modeli. Xeyr, B variantı. Cəmiyyət tərəfindən qəbul edilmiş, bəli və əksər üzvlər üçün məqbul hesab olunan davranış modelidir. Bəli, düzdür. C variantı qanunsuz hərəkətlərin təşviqi. Xeyr, bu norma anlayışının əksidir. D variantı fərdin daxili konfliktləri. Xeyr, bu da biz deviasiyada daha çox işlətmişdik. Deməli, sosial normalar insanların necə davranmalı olduğunu müəyyən edən qaydalardır və cəmiyyət tərəfindən formalaşdırılır. Test 5. Deviant davranışın psixoloji yanaşması hansı faktorları vurğulayır? A bəndi irsi meyillər, sinir sisteminin xüsusiyyəti. Xeyr, biz dedik bu bioloji amillərdir. Fərdin daxili konfliktləri, travmatik təcrübələri və özünü qiymətləndirməsi. Bəli, bu psixoloji yanaşmanın əsas faktorlarıdır. C bəndi sosial bərabərsizlik və iqtisadi çətinliklər. Xeyr, bu struktur yanaşmaya uyğundur. D bəndi kütləvi informasiya vasitələrinin rolu. Xeyr, o deyil. Psixoloji yanaşma insanın daxili dünyasına fokuslanır. Burada travmalar, stres, özünə münasibət deviant davranışa səbəb ola bilər. Buna görə də bizim düzgün cavabımız B variantıdır. Test 6.
Sosial öyrənmə nəzəriyyəsinə görə deviant davranış necə formalaşır? A bəndi təsadüf olaraq xeyr, B bəndi müşahidə və təqlid yolu ilə. Bəli, sosial öyrənmə nəzəriyyəsinin əsas özəyi müşahidə və təqliddir. Biz testlərdə istifadə olunanda sosial öyrənmə nəzəriyyəsinə təkcə deviant davranışda deyil, digər mövzularda da rast gəlirik. Sosial öyrənmə nəzəriyyəsi hal-hazırda daha çox testlərdə istifadə olunan bir mövzudur. Yəni bu mövzuda da öz rolunu göstərir. Burada biz deyirik ki, sosial öyrənmə nəzəriyyəsinin əsasında müşahidə və təqlid yolu ilə öyrənmə dayanır. Hətta belə izah edə bilərik. İnsanlar davranışlarını başqalarını izləyərək və təqlid edərək öyrənirlər. Əgər ətrafda deviant davranış varsa, bu tez bir zamanda asanlıqla mənimsənilə bilən bir fakta çevrilir. Test 7. Həmyaşıt qrupun deviant davranışın formalaşmasında rolu nədir? Bəli, biz bunu yeniyetməlik haqqında keçəndə danışdıq. A bəndi bioloji olaraq dəyişir. B bəndi yeniyetmənin normativ davranışdan yayınma ehtimalını artırır. C bəndi maddi imkanları artırır. D bəndi isə yalnız valideynlərin təsirini gücləndirir. Söhbət həmyaşıt qruplarından gedir. Ona görə də burada bizim düzgün cavabımız B variantıdır. Yeniyetmənin normativ davranışdan yayınma ehtimalını artıra bilər. Yeniyetmələr dostlarının təsirindən daha açıqdır və deviant qrupda olmaq riskli bir faktdır ki, bu da həmin şagirdin davranışında özünü tez bir zamanda büruzə verə bilər. Sonra 8-ci sualla davam edək. Autoaqressiv davranış hansı nümunəyə aiddir? A bəndi sosial aktivlik, B bəndi özünə zərər yetirmə və intihar cəhdi, C bəndi həmyaşıt qrupu ilə ünsiyyət qurmaq, D bəndi riskli davranışla ətrafı qorumaq. Bu cavablardan biri yalnız autoaqressivi özündə ehtiva edir. Bu B variantıdır. Özünə zərər yetirmə və intihar cəhdləri. Autoaqressiv davranış fərdin aqressiyasını başqalarına deyil, birbaşa özünə yönəltməsi deməkdir. Bu özünə fiziki və ya psixoloji zərər vermə formasında meydana çıxır. Məsələn, özünü yaralama, özünü cəzalandırma və s. kimi bu qrupa aiddir. A, C, D variantları isə daha çox xaricə doğru yönəlmiş bir davranışlardır və autoaqressiya ilə əlaqəli deyil. Deməli oldu B variantı. Test 10. Hansı davranış forması sosial və hüquqi təhlükə yarada bilər? Bizdən həm sosial, həm də hüquqi təhlükəni soruşur. A bəndi yalnız emosional dalğalanmalar, B variantı pozitiv deviasiya, C bəndi cinayətkarlıq və vandalizm, D bəndi yaradıcı və qeyri-standart davranış. C variantı cinayətkarlıq və vandalizm həm sosial, həm də hüquqi təhlükə yaradır. Çünki həm qanunlara ziddir, həm də real olaraq cəmiyyətə zərər verə bilən bir davranışdır. Test 17 ilə davam edirik. Profilaktikanın ilkin məqsədi nədir? A bəndi artıq mövcud deviasiyanı cəzalandırmaq, B bəndi cinayətkar davranışı təşviq etmək, C bəndi risk faktorlarını erkən müəyyən etmək və sağlam sosial mühit yaratmaq, D bəndi isə fərdin emosional ifadəsini məhdudlaşdırmaq. Bizdən soruşulan ilkin profilaktikadır. Buna görə də biz diqqətimizi ona yönləndiririk. İlkin profilaktikanın əsas məqsədi risk faktorlarını erkən müəyyən etmək və sağlam sosial mühit yaratmaqdır. Profilaktika tədbirlərinin əsas məqsədi problem yaranmadan öncə onu önləməkdir. Bunun üçün riskli halları erkən aşkar etmək, ailə, məktəb və sosial mühiti daha yaxşı dəstək olmaq üçün vacibdir. Cəza vermək artıq sonrakı mərhələdir. Bu artıq profilaktika deyil. Hətta biz dedik ki, orada cəza üsulları deyil, hal-hazırda digər üsulların daha yaxşı nəticələr yaratdığını deyə bilərik. Sonra test 18, 17-ni işarələyək.
Ölçən, müəyyən etmək. 18. Deviant davranışın diaqnostikası hansı üsullarla aparılır? A bəndi psixoloji testlər, müşahidə, müsahibə və sosial mühitin təhlili, bəli budur. B bəndi təkcə müşahidə yolu ilə, xeyir. C bəndi bioloji analizlər, xeyir. D bəndi yalnız qanuni cəza tədbirləri vasitəsilə aparılır. Yoldaşlar, deviant davranışı düzgün qiymətləndirmək üçün kompleks yanaşma lazımdır. Təkcə bir üsul bizə kifayət etmir. Psixoloqlar həm fərdin daxili vəziyyətini, məsələn, testlər vasitəsilə, həm də davranışın və mühitin vəziyyətini birlikdə araşdırırlar. Buna görə də bizim düzgün cavabımız A variantıdır. 19. Hələ ki sonuncu testimiz. Kognitiv yanaşmaya görə deviant davranışın səbəbi nədir? A bəndi sosial bərabərsizlik, B bəndi fərdin daxili düşüncə və inanclar sisteminin təhrif olunmuşluğu, C bəndi fiziki çevikliyin azlığı, D variantı isə valideyn nəzarətinin çoxluğu. Düzgün cavabımız B bəndi fərdin daxili düşüncə və inanclar sisteminin təhrif olunmuşluğudur. Çünki kognitiv yanaşma insan davranışını onun düşüncə tərzi ilə izah edir. Əgər fərdin düşüncələri yanlış, irrasional və ya mənfi sxemlər üzərində qurulubsa, bu deviant davranışa səbəb ola bilər. Düzgün cavabımız B variantı. Hələ ki bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.